Salam hörmətli müəllimlər və müəllim olmaq istəyənlər, MİQ və sertifikasiya imtahanına hazırlaşanlar. Bugün sizlər üçün handbol oyununda qayda pozuntuları və bu zaman tətbiq olunan cəza tədbirlərinin geniş izahını sizlər üçün təqdim etməyə çalışacağam. Handbol oyununda tətbiq olunan cəza prosedurlarına ilk öncə diqqət yetirsək, bu cəza prosedurları birinci növbədə sarı kart, daha sonra ardıcın 2 dəqiqəlik cəza, və davamında qırmızı kart. Qırmızı kart alan oyuncu artıq oyundan diskalifiyə olunur. Yəni oyundan bir dəfəlik qovulur, kənarlaşdırılır və bir də ki, mavi kart. Və bunu da sizə başa salacağım ki, mavi kart nə zaman təqdim olunur. İlk öncə baxaq sarı kartın verilişinə. Burada qeyd etmişəm, məsəl üçün Almaniya milli yığma komandasının oyuncuları da oyun içərisində olan, yəni A7 yazmışam. Çünki bir komandanın heyətində bilirik ki, 7 nəfər var. Və bu zaman, məsəl üçün oyun ərzində Almaniya komandasının bir nömrəli oyuncusu cəza, yəni qayda pozuntusuna yol verir və bu zaman həmin oyuncuya sarı kart təqdim olunur. Daha sonra isə oyun gedişatında 2 nömrəli oyuncu qayda pozur və 2 nömrəli oyuncuya sarı kart təqdim olunur. Davamında 3 nömrəli oyuncu pozur və 3 nömrəli oyuncuya da sarı kart təqdim olunur. Və daha sonrası biraz irəlilədikdə 4 nömrəli və ya 5, 6, 7 nömrəli oyuncu qaydanı pozur və həmin oyuncuya sarı kart təqdim olunmur. Bu zaman həmin oyuncu avtomatik 2 dəqiqəlik, baxın, yadınızda saxlayın, 2 dəqiqəlik vaxt cəzası alaraq meydançadan kənarda gözləyir. Və bu 2 dəqiqəlik vaxt tam bitmədən oyuncu oyuna daxil ola bilməz. Əgər oyunçunun 2 dəqiqəlik cəzası bitmədən, məsəl üçün sona 30 saniyə qalmış, oyuna daxil olarsa və ya oyuna müdaxilə eləyərsə, oyuncuya yenidən 2 dəqiqəlik cəza verilir. Və həmin oyunçunun 2 dəqiqəlik cəzası toplanılmadan yenidən 2 dəqiqə olaraq başlanılır. Və onun yerdə qalan 30 saniyə vaxtını isə, məsəl üçün deyək, 5 nömrəli oyuncu. 5 nömrəli oyuncu kənara çıxaraq həmin o 30 saniyəni çöldə gözləyir. Yəni 4 nömrəli oyuncunun qayda pozuntusuna görə də 5 nömrəli oyuncu 30 saniyə çöldə gözləməli olur. Buradan gördüyünüz kimi bir komandanın oyun ərzində yəni 3 sarı kart almaq limiti var və bu 3 sarı kart limiti əgər bitərsə 4-cüdə artıq 2 dəqiqəlik cəzalar verilməyə başlanılır. Əgər məsələn testdə düşərsə ki, komandanın 2 sarı kartı var, lakin 2 dəqiqəlik oyuncu 2 dəqiqəlik cəza aldı. Bu necə olur? Biz bunu bilməliyik ki, məsəl üçün A1 adlı oyuncunun artıq bir cəzası var. Məsəl üçün bir sarı kartı varsa, sarı kartda gördüyünüz kimi, məsələn burada qeyd edirik, A1 nömrəli oyuncunun artıq bir sarı kartı var ehtiyatında. Lakin növbəti sarı kartı A2 alır. A2 alır. Və üçüncü oyuncu almayıb baxın. Və A3, A4 və ya A5 heç biri almır sarı kartı. Bu zaman növbəti sarını da ya A2 ya A1 alır. Yəni A3 almır, A4 və yaxud da ki heç biri almır. Bunlardan hər hansısa biri alarsa, məsələn A1 artıq ikinci sarını almır. Yəni necə qaydanı pozur, sadəcə ikinci səfər artıq sarı kart təqdim olunmur. Bir oyuncuya oyun ərzində yalnızca bir dəfə sarı kart təqdim olunur. Onu da ki, bax burada qeyd etdim. Bu gördüyünüz sxem, yəni prosedur ardıcıllığı azdan çoxa doğru, yəni gedir. Yəni birinci cəza sarıdır, 2 dəqiqəlik ondan daha biraz ağırdır, qırmızı kart daha ağır və mavi kart var. Və bir oyuncuya oyun ərzində yalnızca bir dəfə sarı kart təqdim oluna bilər. Komanda isə neçə sarı kart təqdim oluna bilər? 3 sarı kart təqdim oluna bilər. Və bir nömrəli oyuncu ikinci qaydanı pozduğuna görə avtomatik şəkildə 2 dəqiqəlik cəzalandırılır. Baxın, 2 dəqiqəlik cəza. Komandanın 3 sarı kartı yoxdur lakin. Ancaq 3-cü qayda pozuntusunu eləyən oyuncu elə bir nömrəli oyuncu olduğuna görə artıq və onun ehtiyatında, yəni sarı kart olduğuna görə həmin oyuncu artıq 2 dəqiqəlik cəzalandırılaraq çöldə gözləyir. Oyun ərzində hər bir komanda oyuncusunun
3 dəfə 3 dəqiqəlik cəza almaq hüququ var. Yəni 3 dəfə cəza ala bilər. Bu o deməkdir ki, yəni A1, A2, A3 hamısına aiddir. Burada fərqi yoxdur. 2, 3, 6 və yaxud da ki 7-nin özü. Yəni buradan heç birinin fərqi yoxdur. Oyun ərzində 2 dəfə 2 dəqiqəlik cəza ilə cəzalandırıla bilərlər. Üçüncü 2 dəqiqəlik cəzada isə, baxın müəllimlər, üçüncü 2 dəqiqəlik cəzada isə oyunçuya avtomatik qırmızı kart təqdim olunur. Və oyunçu 2 dəqiqəlik cəzası bitdikdən sonra oyuna geri qayıtmır. Onun yerinə isə başqa bir oyunçu əvəz olunaraq oyuna daxil olunur. Yəni oyunçu nə zaman oyundan tam kənarlaşdırılır deyildikdə, əgər bizə qırmızı kart, birbaşa qırmızı kart yox, sadəcə deyə bilər ki, ikinci 2 dəqiqəlikdən, birinci 2 dəqiqəlikdən xeyr. Üçüncü 2 dəqiqədən cəzasından sonra oyunçuya qırmızı kart təqdim olunur və oyunçu meydançadan kənarlaşdırılır və həmin o 2 dəqiqəlik cəzası bitmədən oyunçu əvəz oluna bilməz. Və daha sonra isə mavi karta baxaq ki, mavi kart nə zaman təqdim olunur? Oyunçu əgər oyun ərzində bilir ki, cəzaların da şiddəti var. Yəni yüngül, orta, ağır. Oyunçu çox ağır şiddətli bir qayda pozuntusu eləyərsə, bu zaman ona birbaşa qırmızı kart təqdim olunur. Birbaşa. Və birbaşa qırmızı kart təqdim olunan oyunçu artıq oyundan həmin dəqiqə kənarlaşdırılır və onun yerinə heç bir oyunçu daxil olmur və 2 dəqiqədən sonra yenidən daxil ola bilər. Lakin bu 2 dəqiqə ərzində onun da yerinə heç kim daxil olmur və bu zaman hansı prosedur işləyir? Qırmızı kart üstə gəl mavi kart verilir həmin oyuncuya. Məsəl üçün A2 nömrəli oyuncu qırmızı kart aldı və bunun davamında həmin oyuncuya avtomatik şəkildə mavi kart verilir. Və bu mavi kart, qırmızı və mavi kart verilən zaman oyun mütləq şəkildə dayandırılır. Sarı kart verilən zaman oyun dayandırılmır. 2 dəqiqəlik cəza verilən zaman oyun dayandırılır. Diskalifiyə zamanı oyun dayandırılır. Bir də ki, ən sonda mavi kart təqdim olunarsa, yəni birbaşa qırmızı və diskalifiyə mavi kart varsa, oyuncu meydançadan kənarlaşdırılır və mavi kart təqdim olunan oyunçunun haqqında raport, yəni protokol tərtib olunaraq masa hakimləri bu raportu yazırlar. İnşallah yadda qalan oldu bunlar sizlər üçün və qarışdırmamağınız üçün bir daha təkrar edirəm. Bir oyunçunun oyun ərzində yalnızca bir dəfə sarı kart almaq hüququ var. Komandanın 3 sarı kart limiti var. Bir oyuncu oyun ərzində 3-cü qayda pozuntusundan sonra, yəni 3-cü 2 dəqiqəlik qayda pozuntusundan sonra oyundan kənarlaşdırılır. Bir komandanın əgər bir oyuncusu kənarda ola qaydanı yenidən pozarsa və 2 dəqiqə cəzası bitmədən bunu eləyərsə, məsəl üçün yenidən deyək, 1 dəqiqəlik cəzası qalıbsa və həmin oyuncu yenidən 2 dəqiqəlik olaraq cəzalandırılacaq. Məsəl üçün bu qaydanı pozan elə olsun 4 nömrəli oyuncu və onun geridə qalan 1 dəqiqəsini isə neçə nömrəli oyuncu davam etdirəcək çöldə 6 nömrəli, 5 nömrəli, yəni hər hansısa biri həmin o qayda pozuntusunu pozan oyunçunun əvəzinə davam etdirəcək və təbii ki 6 nömrəli oyuncu meydançaya daha tez qayıdacaq və 4 nömrəli oyuncu isə cəzası bitdikdən sonra oyuna yenidən geri dönüş edəcəkdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Mənə dəstək olmaq üçün kanala abunə olmağı və izləməyi unutmayın. Çox sağ olun.